Xoş gördük. Yenidən sizin də həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. İnsanların əksəriyyəti nəyə görə təhqir olunduğunu bildiyi halda, fiziki və psixoloji şiddətə məruz qaldığını bildiyi halda o münasibətdən çıxmırlar. 1. Buna vərdiş ediblər. Vərdiş olunmuş istənilən bir şey bərabərdir, təhlükəsizdir. Ən azından mən buranı bilirəm. 2. Dəyişim qorxusu birdən bundan da daha pis olar. 3. Başqa davranış modelini görməyib. Bilmir ki, necə davranmaq lazımdır. 4. Bir çox çıxarları var. Bəzən heç bunu özü də şuurlu şəkildə dərk eləmir. Çıxarlardan biri hər nə olursa olsun təriflənmək istəyi, diqqət çəkmək istəyi, gizli şəkildə dəyər görmək istəyi. Düşünür ki, diqqət yenə yaxşı bir şeydir. Ən azından onun heç olmamasındansa, qoy təhqir eləsin, qoy söysün, qoy döysün, amma mənə diqqət eləsin. İkincisi, məsuliyyəti öz üzərindən atmaq üçün. Çünki bir insana qarşı olan zülm eyni zamanda onun məsuliyyətini də əlindən alır. Seçim məsuliyyətini məsəl üçün. Və o məsuliyyəti əlindən alır ki, o zülmkar adam çox vaxt çörək verən olur. Çox vaxt ailəyə baxan olur. Çox vaxt məsələləri idarə edən olur. Bir növü zülm olunan məsuliyyəti öz üzərindən nə edir? Atır. Və digəri, daxilindəki emosional aclığı doydurmaq üçün, emosional boşluğu doldurmaq üçün ümid edir ki, hansısa bir şəkildə, hansısa bir formada onun dediklərini əməl eləsə, onun istədiyi şəkildə oturub dursa, onu təmin eləsə, ondan sevgi və hörmət görəcək. Diqqətinizə görə minnətdaram. Sağ olun.